İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzi bugün ölkəmizdə iqtisadi təhlil və strateji analitika sahəsində aparıcı beyin mərkəzlərindən biri kimi maliyyə bank sektoruna mühüm intellektual töhfə verir. Mərkəzin hazırladığı makroiqtisadi icmallar, iqtisadi artım, inflyasiya, fiskal və monetar siyasət üzrə proqnozlar bank sistemində qərarvermə prosesinin daha əsaslı və çevik qurulmasına imkan yaradır. Qlobal maliyyə bazarlarında baş verən dəyişikliklərin, geoiqtisadi risklərin və regional proseslərin milli bank sektoruna mümkün təsirlərinin əvvəlcədən modelləşdirilməsi sektorun risklərə davamlılığını artırır və strateji planlaşdırmanı gücləndirir. AB olaraq biz mərkəzlə əməkdaşlığı yalnız informasiya mübadiləsi deyil, həm də birgə müzakirə platforması kimi qiymətləndiririk. Fintech Summiti, Beynəlxalq Bankçılıq Forumu və digər ixtisaslaşmış tədbirlər çərçivəsində həyata keçirilən müzakirələr, təqdimatlar və analitik sessiyalar bank sektorunun rəqəmsal transformasiyası, innovativ maliyyə texnologiyalarının tətbiqi, dayanıqlı maliyyə və yaşıl bankçılıq istiqamətlərində yeni yanaşmaların formalaşmasına şərait yaradır. Mərkəzin icraçı direktoru hörmətli Vüsal müəllim Qasımlı mütəmadi olaraq birgə tədbirlərimizə çıxış edərək bank maliyyə sektoruna dəyərli fikir və mesajlarını çatdırır. Bu əməkdaşlıq bank sektorunun daha şəffaf, daha rəqabət qabiliyyətli və qlobal çağırışlara daha hazır olmasına töhfə verir. İnanıram ki, analitik mərkəz ilə maliyyə bank sektorunun sıx əməkdaşlığı ölkəmizin iqtisadi inkişaf strategiyasının qarşıdakı dövrdə də uğurla həyata keçirilməsində mühüm rol oynamağa davam edəcəkdir. İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzini yaradılmasının 10 illiyi münasibəti ilə Azərbaycan Banklar Assosiasiyası adından və bütün bank icması adından təbrik edirəm və icraçı direktor, iqtisad elmləri doktoru, professor Vüsal müəllim Qasımlıya və onun bütün peşəkar komandasına uğurlar arzulayıram və qarşıdakı dövrdə birgə əməkdaşlığımızın uğurla davam edəcəyinə inandığımı bildirirəm.